Salam, hər vaxtınız xeyir. Sizə buraxılış imtahanı tipli bir neçə trigonometriya sualının izahını verəcəm. Birinci sualımız tangens alfa bərabərdir -5 olarsa 3 sinus alfa üstə kosinus alfa böl kosinus alfa çıx 2 sinus alfa ifadəsinin qiymətini soruşur. Əvvəlcə baxaq ki, tangens alfa nəyə bərabərdir? Sinus alfa böl kosinus alfadır tangens. Və biz verilən sinus kosinusları tangensi gətirməliyik ki, -5-i yerinə qoyub cavabı tapaq. Tangensi almaq üçün sürət məxrəci bölürük kosinusa. Onda bizdə olur 3 tangens alfa, yəni sinus böl kosinus bizə tangens verir. Üstə gəl 6, kosinuslar ixtisar gedir, bölünsün. 1 çıx, yenə kosinuslar ixtisar gedir. 2 sinus böl kosinus da tangens. 2 tangens alfa. Və gətirib tangens alfanın qiymətini qoyuruq yerinə. 3 vurulsun -5, üstə gəl 6, 1 çıxılsın 2 vurulsun -5. -15 üstə gəl 6, burada isə 1 üstə gəl 10. Yəni cavab olur 11-də, -11-də 9. Növbəti sualımız 1 böl kosinus x böl tangens x. Tangens x'in yerinə yenə sinus böl kosinus qoyuruq. 1 böl kosinus x böl sinus x böl kosinus x. İkinci kəsirimizi tərsinə çevirib vurma əməli ilə davam edirik. Vurulsun kosinus x böl sinus x və kosinuslar da ixtisar gedir. Cavab 1 böl sinus x. Növbəti sualımız isə tangens 15 dərəcə, üstə gəl kotangens 15 dərəcə. Bu sualı əslində bir neçə üsulla həll etmək olar. Deməli, 45 dərəcə çıx 30 dərəcədə yazmaq olar. Amma ən sadə variant, gəlin tangens və kotangensi açaq. Yəni, 15 dərəcəni saxlayıb da edə bilərik. Amma gəlin 15 dərəcəyə daha rahat geçsin deyə bir alfa deyək. Yəni, tangens alfa üstə gəl, kotangens alfa. Belə də davam etmək olar. Burada da bizə verir sinus alfa böl kosinus alfa. Üstə gəl kosinus alfa böl sinus alfa. Ortaq məxrəc tapırıq. Kosinus alfa vur sinus alfa. Kosinusa böləndə bizdə olur sinus kvadratı alfa. Sinusa böləndə isə kosinus kvadratı alfa. Və bilirik ki, trigonometrik enliklərdən birinci enliyimiz sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfa bərabərdir 1-dir. Ona görə yazırıq 1. Bu isə uşaqlar baxanda aydın görünür ki, əgər siz trigonometrik düsturları bilirsinizsə, buradan aydın görünür ki, bu bizdə sinus 2 alfanın asılışına oxşuyur. Sadəcə burada 1-2 əski idi. Ona görə sürət məxrəcini 2-yə vururuq ki, bu bizdə sinus 2 alfanı versin. Sinus 2 alfa.